Hər şeyə salam əziz dostlar. Buradan vasitəsilə qardaşlarımıza, makro qardaşlarımıza demək istəyirəm ki, hər dəfə o kasıb deyib 3 metrənin 4 metrəyə bir dənə otağı çəkib, təmirsiz otağı ya təmirli otağı çəkib qışqıra kasıb qardaşlarım deyib, yəni ki, sözün mənasını da bilmirsiniz. Bilsəniz, o demərsiniz bəlkə də. Çünki kasıb ərəb dilindən götürülüb, kasib deməkdir. Mənası qazanan, əldə edən, pul qazanan deməkdir. Sonradan o, bilmirəm, bu Azərbaycan dilinə gəlib, sonradan onu acizlik, yəni kasıblıq mənasına çevrilmişsiniz, bilmirəm necəsə. Ona, yəni mən razı deyiləm də, mən hər dəfə, qardaş, çək, paylaş, amma kasıb adını çəkmə də. Sən o kasıbın adını çəkirsən, komentarları mən oxuyuram, o videonun komentarlarını oxuyuram. Çox bərbad, çox pis. Yəni biri yazır ki, nə bilim, cücə otağıdır, nə bilim, at damına oxşayır, it damına oxşayır. Ağzına gələn, biri yazır, nə bilim, bu evi haradan tapmışsınız. Biri yazır ki, biri maraqlısını oxumuşam, yazıb ki, o qədər qarma-qarışıqdır ki, ev. Einstein'in laboratoriya otağına oxşayır. Yəni, hələ bir ağzına gələn bir söz yazır, hələ bir ağzına gələn bir söz deyir. Qardaş, sən o evi paylaş, qardaş, sat. Allah xeyrin versin, Allahın da, satanın da. Amma kasıbın adını çəkmə də. Yəni, kasıbların adını çəkib, acizlik. Valla mən kasıblar tanıyıram ki, kasıbların damı məsələsini deyək ki, 8 metr, 9 metr təkcə damı var. Onu kommentarlarda yazarsınız. O kənd yerlərindəki o damları olanlar var, villa olanlar var. Düzdür, kasıbdır, hamısını Allah canından sağ eləsin. Yəni, kasıb o deməkdir ki, yəni mən onun mənasını deyirəm kasıb. Yəni, qazanan, əldə edən. Nəysə, o yana gedəyim. Əldə edən. Pul qazanan. O baxımdan deyirəm kasıb. Bəziləri kimi kasıb o, yəni, acizlik demək demir, yəni fikrində deyirəm. Hər şeysə yenə də canı sağ olsun. Belə.